Son zamanlar ölkəmizdə də yetəri qədər populyarlaşan ChatGPT platforması haqqında danışmaq istəyirəm. Hətta bir sıra insanlar öz psixoloji problemləri ilə bağlı öz suallarını ona yönləndirirlər və ondan əldə etdikləri təsəlli və məsləhətlərlə öz həyatlarına istiqamət verirlər. Bəli, pulsuzdur, evinizdən heç yerə getmədən telefonu əlinizə alırsınız, suallarınızı yönləndirirsiniz və o sualların əsasında da böyük bir cavab siyahısı əldə etmiş olursunuz. Amma ChatGPT-yə bir terapist kimi yanaşmağınız bu sizin üçün təhlükəlidir. Çünki o yalnız sizin dediklərinizi emal edir və sizə geri dönüş edir. Amma terapistiniz isə sizin dediklərinizdən savayı demədiklərinizi də görür. Sizin bədən dilinizi, emosional vəziyyətlərinizi analiz edir. Duyğularınızı, düşüncələrinizi, davranışlarınızı analiz edir. Özünüzdə yaratdığınız müdafiə mexanizmlarını analiz edir və buradan yola çıxır. ChatGPT sadəcə sizə təsəlli və məsləhətlər verir. Amma terapiya təsəlli və məsləhətlərdən ibarət bir proses deyil. Onun verdiyi təsəllilər, verdiyi məsləhətlər əsasında bəli, ola bilər ki, siz özünüzü yaxşı hiss edirsiniz. Amma terapiyalarda bəzən acı çəkmək, həqiqətlərlə üzləşmək, əsl məninizi görmək üçün sizə şərait yaradılır və bu bəzən də o qədər də asan bir proses olmur. Acılardan keçib ondan sonra aydınlığa çıxırıq. ChatGPT sizə sadəcə ümumi yanaşacaq. O sizin kültürünüzü, coğrafiyanızı tanımır. Hətta bizim Azərbaycan mədəniyyətinə də heç uyğun deyil. Amma terapiya isə sizə fərdi yanaşır. Hansı coğrafiyada böyümüsünüz, necə bir ailədə dünyaya gəlmisiniz, hansı ana-ata tərəfindən tərbiyə olunmusunuz, şəxsi keyfiyyətləriniz, həyat hekayəniz, travmalarınızdan yola çıxaraq sizə bir istiqamət verməyə çalışır. ChatGPT sizi dəyişməyəcək, sizi böyütməyəcək. Amma terapiyaya gedən insan isə dəyişim uğrunda mübarizə aparır. Ona görə də